Bizə ən çox müraciətlərdən biri də biraz da maklerlərin yalanlarından, fırıldaqlarından danışın. Danışaq, əslində saatlarla danışmaq olar maklerlərin yalanlarından, fırıldaqlarından. Başlayaq da görək nə qədər danışacaq. Elə öz həmkarlarımız elə özümüzə qarşı eləyirlər. Zəng edirsən ki, müştəri var, yəni kriteriyasını bilirsən də, təmirliyə axtarır. Bu adam istəyir ki, ideal ev olsun. Zəng eləyirsən, deyir məndə ideal ev var. Hə, götür gəl, tez elə, tez elə, tez elə. Hə, götürsən müştərini gedirsən, evi qapını açsan ki, evin polu yoxdur. Qayıdıb arsa adamın üzünə deyir ki, bir dənə polunu vurasan olacaq euro remont da. Qardaş elə şey olur. Mən ora əgər müştəri ora pul qoyacaqsa, super remont adı ilə mən ora onu niyə gətirirəm? Adam onun yanında da özü də utanır müştərinin yanında. Həmkarından da utanırsan, özün də utanırsan. Yəni o qədər elə yalanlar var ki. Bir də görsən ki, deyir ki, niyə satır? Alıcı deyir ki, niyə satır? Makler deyir ki, bəs şeydir, İyasi green kartı dövüb. Yəni ev sahibi ilə birləşib, o yalanı danışırlar. İyasi green kartı dövüb, Amerikaya gedəcək. Ona görə təcil satır. 3 aydan sonra görsən metronun qabağına gələcək. Nə oldu sən green kartı? Metro narası. Hə, metro ilə harası gedir? Amerikaya gedir. Ondan sonra da misal üçün makler yalanları, ən böyük yalanları maklerlərin kvadratdır. Həmişə evin kvadratın artıq deyirlər. Misal üçün bir də Artıq deyəndə çünki qiymət aşağı düşür avtomatik olaraq. mən misal üçün görmüşəm ki, makler aşağıda makler yoldaşı gözləyir, deyib ki, qabaqçıdan mən evdə olanda mənə zəng elədin ki, bəs şeydir, 140 minə verirsən, sən 140 minə bir dəqiqə şeydir. Bax, dayı verirlər 140 minə. Həm güya ki, öz aləmində müştərini biraz tələsdirir, təntidir. Bir də bir nüansa mən toxunum. Misal üçün, o gün baxıram TikTokda, bir tanınmış bir simadır, blogerdir, ona ev çəkdirirlər. Elə Əhmədi zonasında Kiyev proyektini, yəni bildiyin Leningrad adı ilə, yəni ki, Leningraddır. Bu qiymətə Əhməddə ev yoxdur, nə bilim. Qardaş, birincisi bax, indi yaxşı. Sən makler deyilsən. Sənin dediyin o yanlış məlumata görə, yəni ortada arada biz yanırıq. Zaten bizim adımız onsuz da beddandır. Bizim Amma deyir, makler maşin. öz nüfuzumu Qiymət salır. artımının səbəb də olardı. Biləsiz, mən sizə deyirəm. Alırlar 200-300 manat, gəlirlər evi baha qiymətə çəkirlər, paylaşırlar. Qiymət artımına səbəb olanlardan da biri olardı. Sən bu işdə onsuz da yandırmısan da bir dəfə hansısa makleri tərifləyib, hansısa makleri reklam edib yandırmısan da qardaş. Xahiş edirəm, işi maraqlan, örgən. Ondan sonra işte demirəm çörək qazanma. Allah hamısına ruzusunu yetsin. Amin. Allah hamısına çörək yetsin. Yəni prosta biraz işi azdan çoxdan maraqlan, sonra paylaşım elə və yaxud çəkiliş Məsələ elə. burasındadır ki, əsas planda olan şəxsləri heç kim qınamayacaq. Səni qınayacaqlar. Bəli. Bilmədiyin şeyi reklam Necə ki etdiyinə görə. qınamışlar. Bəli, səni qınayacaqlar.